Bakının Sabunçu rayonunda 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Məlumata görə hadisə onların birgə yaşadıkları evdə baş verib. 1988-ci il təvəllüdlü Həsən həyat yoldaşı Firəngizlə mübahisə edib. Aralarında yaranan mübahisə zamanı o həyat yoldaşının boyun və baş nahiyəsinə yumruq zərbələri endirərək ona xəsarətlər yetirib. Faktla bağlı Həsən barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O zərər çəkmiş şəxsin ondan şikayətçi olmadığını bildirib və iş üzrə bəraətverici əsasları olmadan icraata xitam verilməsini xahiş edib. Sabunçu rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv olunub.